Təbriz yaxınlığında yerləşən və Şərqi Azərbaycan əyalətinin təbiət abidələrindən biri sayılan Qurugöldə su miqdarı artıb. Bu barədə Bostanabad rayonunun Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktoru Şahrux Sadiqpur bildirib. Onun sözlərinə görə cari yağıntı mövsümündə göldə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 sm qalxıb və bu, təbiət abidəsinin yenidən canlanması barədə ümidləri artırıb. Ekoloqlar hökumətin bərpa işləri aparmamasına baxmayaraq gölün canlanmasının əsas səbəbinin son həftələr intensiv yağan yağışlarla bağlı olduğunu bildiriblər. Qeyd edək ki, Təbrizin 40 km cənub-şərqində yerləşən və 16 kvadrat kilometr sahəsi olan Qurugöl, İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir. Təbriz həbsxanasında saxlanan hüquqşünas və universitet müəllimi Əbülfəzl Rəncbəri mayın 5-də sərbəst buraxılıb. Bu haqda onun yaxınları məlumat verib. O, 50 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib. Bundan əvvəl aprelin 22-sində keçirilən məhkəmə iclasında Rəncbəri barəsində irəli sürülən yer üzündə fəsad törətməyə kömək etmək və ona təhrik etmək ittihamına görə müdafiə çıxışı edib. Əmək hüququ və maliyyə hüququ və dövlət maliyyəsi kitablarının müəllifi olan 57 yaşlı Əbülfəzl Rəncbəri 2025-ci il mayın 4-də həbs olunmuşdu. Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərinin Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Əkbər Əzeminin həbsinin üstündən bir ay keçməsinə baxmayaraq onun barəsində məlumat əldə etmək mümkün olmur. Bu barədə İnsan Haqları Təşkilatları məhbusun ailəsinə istinadən məlumat yayıb. Məlumata görə Əziminin harda saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinə məlumat verilmir. Bu müddət ərzində onun yaxınlarının müraciətlərinə baxmayaraq, dövlət qurumları məhbusun taleyi, sağlamlıq vəziyyəti barədə açıqlama verməkdən imtina edib. Onunla görüş və telefon danışığına icazə verməyiblər deyə məlumatda qeyd olunub. Hüquq müdafiəçiləri bildiriblər ki, buna görə də Əkbər Əziminin ailəsi onun işgəncə edildiyini, həyatının təhlükədə olduğunu düşünürlər. Qeyd edək ki, Əkbər Əzimi ölkədə mövcud iqtisadi böhran və məişət problemləri barədə tənqidi çıxışlarına görə aprelin 4-də həbs edilib. İranın mərkəzi əyalətinin Zərəndiyyə şəhərində müharibəyə görə daha 5 nəfər həbs edilib. Bu barədə şəhərin polis idarəsi məlumat yayıb. Onların düşmən şəbəkəsi ilə əməkdaşlıq etmək və məlumat göndərməkdə ittiham olunduqları bildirilib. Saxlananlar hərbi qüvvələrin və yerlərin yardım və xilas etmə əməliyyatlarının, nəzarət məntəqələrinin və digər dövlət qurumlarının yerləşdiyi ərazilərin şəkillərini düşmən şəbəkələrinə göndəriblər deyə məlumatda qeyd olunub. Onların kimliyi barədə açıqlama verilməyib. ABŞ və İsrailin zərbələrindən sonra Mübarək Stil zavoduna müəssisəsinin 27 mindən çox əməkdaşından yalnız təxminən 2 mini işə geri dönüb. Məlumata görə geri qayıdanların əksəriyyəti inzibati və idarəetmə heyətindən ibarət olub. Ölkənin ən böyük polad istehsalı komplekslərindən biri hesab olunan müəssisədə istehsal prosesinin hələ də dayandırılmış olduğu qeyd edilir. Davam edirik. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri İran bayrağı altında üzən boş bir tankeri Oman dənizində atəş açaraq hərəkətsiz vəziyyətə salıb. Qurumun iddiasına görə tanker İran limanlarına tətbiq edilən dəniz blokadasını pozmağa çalışıb. Günas TV-nin məlumatına görə Centcomun yaydığı bəyanatda MT Hosna adlı tanker çərşənbə günü 16/5 tarixində beynəlxalq sularda İran limanlarından birinə doğru hərəkət edərkən müəyyən edilib. Bildirilib ki, ABŞ qüvvələri gəmi heyətinə bir neçə dəfə xəbərdarlıq edərək onların dəniz blokadasını pozduğunu bildirib. Bəyanata əsasən heyətin xəbərdarlıqlarına məhəl qoymamasından sonra Abraham Lincoln təyyarə daşıyan gəmisindən havaya qalxan ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-18 qırıcısı tankerinin sükan hissəsini 20 mm-lik mərmilərlə hədəfə alıb. Centcom açıqlayıb, bu gəmi artıq İran istiqamətində hərəkət etmir və İran limanlarına qarşı dəniz blokadasının davam etdiyini vurğulayıb. ABŞ ordusu bundan əvvəl də bildirmişdi ki, həyata keçirilən dəniz blokadası çərçivəsində İran mənşəli və ya İran istiqamətli 51 gəmi və üzən vasitənin marşrutu dəyişdirilib.
Vaşinqton, Tehranın 20 il ərzində uranın zənginləşdirilməsini dayandırmasını istəyir. Bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti yazıb. Vurğulanıb ki, ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyə çalışır və ölkədəki bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir. ABŞ administrasiyası həmçinin İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramının bir hissəsi olaraq yeraltı işlərin qadağan edilməsində və yoxlamaların aparılmasında israr edir. Xatırladaq ki, bir müddət əvvəl CNN mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uran zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi. Mayın 5-də Exos, Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirib. Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri İranın son hücumlarını regional təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirib və bu hücumların təkrarlanmamasını tələb ediblər. Əbu Dabi İranın hücumlarına cavab vermək üçün tam və qanuni haqqını özündə saxlayır və Tehranın addımları qarşısında susmayacaq. Məlumatlara əsasən yüksək vəzifəli Birləşmiş Ərəb Əmirlikləri rəsmisi İsrailə bildirib ki, Əbu Dabi İranın hücumları qarşısında susmaq niyyətində deyil. Həmin rəsmi deyib, İran bizə hücum edib, biz cavab verəcəyik. Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi də vurğulayıb ki, bu ölkə öz maraqlarına qarşı hər hansı təhdid və ya hücuma cavab vermək üçün tam və qanuni haqqını qoruyub saxlayır. Bu açıqlamalar İran, ABŞ və Ərəb körfəzi ölkələri arasında son hücumlardan və Hürmüz boğazı böhranından sonra gərginliyin ciddi şəkildə artdığı bir vaxtda səsləndirilib. Analitiklər hesab edir ki, Birləşmiş Ərəb Əmirliyinin sərt mövqeyi Əbu Dabinin İrana qarşı siyasətində dəyişiklik olduğunu göstərir və bölgədəki böhranı yeni mərhələyə keçirə bilər. İran Birləşmiş Ştatların təklifinə cavabını bugün Pakistan vasitəsilə təqdim edə bilər. Bu barədə Əl-Ərəbiyyə telekanalı Pakistanlı bir qaynağa istinadən xəbər yayıb. Mənbə bildirib ki, İran tərəfi ilə əlaqələr davam edir və əlaqələrin saxlanılması və ya cavabların alınması üçün heç bir maneə yoxdur. Bundan əlavə, mənbənin sözlərinə görə Donald Trump ABŞ-nin təklifinə tez cavab verilməsini tələb edib. Pakistanlı mənbə həmçinin Hürmüz boğazı ilə bağlı vəziyyətin həlli ehtimalına da işarə edib. Bildirilib ki, hazırda danışıqlar davam edir və müəyyən anlaşmalar əldə oluna bilər. Bundan əvvəl Əl-Ərəbiyyə mənbələrə istinadən xəbər vermişdi ki, boğazın yenidən açılması üçün intensiv təmaslar aparılır. Məlumata görə Hürmüz boğazının mərhələli şəkildə açılması müqabilində ABŞ blokadasının yumşaldılması ilə bağlı ilkin anlaşmalar əldə olunub. Belə hörmətli tamaşaçılar, bu saatda çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.